Evə gələn qonaq başımızın tacıdır. Bugün bizim də dərsimizi gözəl qonaqları liseyimizin müəllimləri iştirak edir. Uşaqlar, gəlin müəllimlərə xoş gəlmişsin deyək. Xoş gəlmişsiniz. Uşaqlar, diqqətlə monitora. Torpağı daşlardan təmizləyirik də. İstəyir buranı şunluya, əkək. Nə məsləhət görürsən də? Məsləhətli. Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qutarmadıq. Hələ də olacağıq, qalacağıq, artacağıq. Atam deyirək, bu torpağı çox qoruyub. Sən də bil ki, torpağın yurd vətən olması üçün iki şərt lazımdır. Bir olur ki, bu torpağı gərək ki, becərəsən. O birisi odur ki, torpağı yağlardan qoruyasan. Əgər torpağı əkib becərmədin, qorutmağa dəyməz. Torpağı qoruya bilmədin, əkib becərməyə dəyməz. Gəl oldu. Qalx ucaqağın başına. Bir tonqal qarıyanda elimiz şənliyə toplaşır. İki tonqal qarıyanda baskınlardan qorunmağa yığışır. Bu indi üç tonqal görəndə hamı cürdlər qışla gəlsin, bilsinlər ki, işləməkdir. İşimiz alan, torpağımız bərəkətli olsun. Çarlayıb axan sularımız yığılmasın, qanatlarımız qırılmasın. Uca dağın ocaqları həmişə yanar dursun. Yaxşı, kim idi o ağsaqqal uşaqlar? Kim deyər? Görürsən? Dədə Qorqud, Dədə Qorqud. Nə deyirlər Dədə Qorquda? Nə deyirlər? El ağsaqqalı. Nəyə görə el ağsaqqalı deyirlər? Məsələn ki, hamıya çox məlumat verir. Məsləhət verir. Hansı məsləhət verir? Nə məsləhətlər verir? Oranı yağlardan qorumalısan. Oranı nə? Yəni torpağı düzdür? Əkib becərməlisən. Kim əlavə edir? Torpağı əkib becərməsən qorumağa dəyməz. Torpağı qorumazsan əkib becərməyə dəyməz. Başqa nə deyirlər? Orada biz iki dənə şey bilirdik ki, bir tonqal yandıranda obada şənlik var. İki tonqal yandıranda nəsə baş verir. Yağlar obanın başına fəlakət başı. Üç tonqal yandıranda isə bilinir ki, Bu iki tonqal məsələsini hansı fəndən işitmişdik biz? Nəzərdə görüm? İnformatikadan. İnformatika fəndindən. Aysa, artıq bugün siz nə öyrəndiniz həmdə? Üç tonqal yandırarkən hamı iş başına. Yaxşı uşaqlar, bax bu dədənin verdiyi sözlər nə adlanır? Nə adlanır? Məsləhət. Məsləhət. Deməli, inşallah bugün bizim dərsimiz atanın üç məsləhətidir. İnşallah bugün bizim mövzumuz tədqiqat sualı belədir. Nə üçün əmək xoşbəxtliyin açarıdır deyirlər? Bir bözəlbəli doldurmağını xahiş edirəm. Birinci sütunda siz zəhmət haqqında nəyi bilirsiniz? Bir də zəhmətkeş insan necə olmalıdır? Sizin stolların üstünə vərəqlər qoyulub, zəhmət olmasa onları doldurun. İki sütunda yapışdıracaqsınız. Zəhmət haqqında nə bilirik? Bir də zəhmətkeş insan necə olmalıdır?
zəhmətlə qazanılması şirin olur. Elm qrupu. Ev yox, 2 vərəqə yaz, birinci tapşırığı. Aha. Buyurun. Təşkirdiniz. İndi mən xahiş edirəm, diqqətlə qulaq asın. Qrupların işlərlə tanış olaq. Elm qrupu bilir. Nəyi bilir elm qrupu? Zəhmətkeş insan zəhmətdən qaçmır və qorxmur. İnsan zəhməti ilə ucalır. Ağıl qrupu yazır ki, zəhmətlə qazanılan pul halaldır. Zəhməti sevən, necə yazmış uşaqlar? Olmalıdır. Zəhməti sevən olmalıdır. Yəni fikrinizi yəqin ola bilər, tam çatdırmamısınız. Zəka qrupu yazır ki, zəhmət ən böyük xoşbəxtlikdir. Çalışqan olur insan, zəhmətkeş insan çalışqan olur və zəhməti sevir. Bilic qrupu yazır, insan axtardığını zəhmət qapısında tapar. Savad qrupu yazır, zəhmət xoşbəxtliyin açarıdır. Sonra zəhmətkeş insan necə olur? Çalışqan olur, iradəli olur və dözümlü olur. İndi uşaqlar bir böcədvəlinin ikinci sütunu. Nədir ikinci sütunu? Artıq qruplar hazırdır. Qruplar artıq hazırdır. Nə yerləşdirirlər uşaqlar? Savad qrupu. Zəhmət olmasa özünüz səsləndirin. Nəyi bilmək istərsiniz? Zəhmətkeş insan daha hansı xüsusiyyətlərə mail olur? Nail olur. Aha. Zəka qrupu kimdir? Buyurun. Uzun müddət tənbəl olan insanı zəhmətə necə alışdırmaq olar? Aferin. Başqa? Buyurun. Ağıl qrupu zəhmət çalışmaq insana daha nələr verir? Çalışmaq insan daha nələr verir? Zəhmətə necə alışdırmaq olar? İnsana zəhməti necə alışdırmaq olar? Qaldı bir dənə bilic qrupumuz. Buyur Rafiq, səsləndirə bilərsən öz yazdığını? Nə üçün yaşlı adamlar var dövləti olan hər hansısa bir insanın oğlu işgüzar deyilsə ona fərsi oğul deyilir? Görün nə gözəl fikir yazıb. Aha, təşəkkür edirəm. İndi uşaqlar, diqqətlə yenə monitora baxın. Bax, tapşırıqlarınız sizin dinləmə mətnindən olacaq. Ona görə sizdən böyük diqqət tələb olunur. Bax, bugünkü bizim dərsimiz atanın 3 məsləhətidir. Diqqətlə qulaq asın, çünki sonra bəlkə Bir qoca məsələlər orada var. kəndli ölüm yatağında oğlanlarının yanına çağırıb deyir: Əziz balalarım, var dövlətimi sizə qoyub gedirəm, amma sizə puldan qiymətli, var dövlətdən dəyərli 3 məsləhət verirəm. Onları yadınızda saxlasanız, ömrü boyu firavan, bolluk içində yaşayacaqsınız. Məsləhətim bunlardır. Elə edin ki, başqaları sizə birinci salam versin. Elə edin ki, həmişə halal yeyin və həmişə pərqulu dalışda yatın. Bunu deyib qoca vəfat edir. Oğlanlar onun məsləhətini unudur. Özləri istədikləri kimi yaşayıb keyf çəkirlər. Yeyirlər, içirlər, bütün günü yatırlar. Tezliklə onlar atalarından qalan bütün var dövləti həzləyib qurtarırlar. Bu vaxt böyük qardaş deyir: Axı atamız bizə var dövlətdən əlavə 3 məsləhət də vermişdi. Demişdi ki, onlarla ömrümüzün axırınacan firavan, bolluk içində yaşayacaq. Ortancıl qardaş deyir: onlar yadımdadır. Atam demişdi ki, elə edin ki, hamı sizə baş əysin. Bundan ötürü gərək varlı olasan. Amma hal-hazırda bütün mahalda bizdən kasıbı yoxdur. Sonra atamız demişdi ki, həmişə bal yeyək və pərqul balışda yataq. Bizim isə heç quru çörəyimiz və köhnə keçəmiz də qalmayıb. Kiçik qardaş dedi: İndi ki belədir, özümüz öz qayğımıza qalmalıyıq. Səhər tezdən duraq, tarlamıza gedək. Qardaşlar səhər dan yeri ağarar-ağarmaz durub tarlaya yollanırlar.
döşəmənin üstünə yıxılıb yatırlar. Amma elə bilirlər ki, pərqu içində yatırlar. Bu minvanla qardaşlar hər gün işləyir. Payızda da yaxşı məhsul götürürlər. Onlar yenidən bolluq içində firavan yaşamağa başlayır. Qonşular da yenə onlara hörmət edirlər. Yaxşı. Qadir, Bizim sualımız o idi ki, zəhmətkeşlik insana daha nələr qazandırır? sualınız ya, nə bilmək istədiniz? Hə. Biz bu mətndən belə bildik ki, zəhmətkeşliklə insana hamı birinci salam, hamı onlara hörmət qoyur ki, siz yəni ən yaxşı işlər görürsünüz. Həyatda hörmət qazandırır. Başqa kimin əlaqəsi var? Buyur Agil. Bizim də sualımız o idi ki, İnsan zəhməti xoşlamayan insanı necə zəhmətə alışdırmaq olar? Biz də başa düşdük ki, gərək həmin bir insan çətinliyə düşsün, kasıb olsun ki, sonra zəhmət çəkib, həmin çətinliyi başa düşə, zəhmət çəkə, özü cəmaatın puluyla dolanmaya. Bir də ki, Əlaqəsi var. o bir insanın zəhmətini necə alışdırmaq olar, onun gərək başına pis iş gəlsin. Yaşamadığı bir şey olsun, ondan sonra o zəhmətin qədrini bilər. Başqa əlaqə var mı qruplar? Buyur. Yəni, biz öz qrupumuzdan onu anladıq ki, sualımızda, əgər insan işləmir, zəhmət çəkmir, o adamlar deyirlər ki, başqa adamlar, buna bax, heç var işləmir, nə edir, heç nə eləmir, ona görə pis oğul deyirlər də, deyirlər, atasından mal qalıb, heç nə işlətmir, amma onun üstünə mal da qoymur, amma yaxşı oğul da gedir işləyir, atasının malının üstünə mal qoyur. Başqa əlaqə var, başqa qruplar? Buyur. Başqa buyur. Biz yazmışıq ki, bizim qrupun fikrimcə biz bilmək istəyirdik ki, uzun müddət çalışmayan insanı zəhmətə necə ayrışdırmaq olar. İndi biz dinlədiyimiz mətndən nəticə çıxardıq ki, onlar ataların malını istifadə elədilər, çalışmadılar. Amma axırda ataların dediyi məsləhətlər yadına düşdü, onlar zəhmətə alışdılar. Alışdılar bu yollar. Var mı sizin? Səvat qrupu var əlavəniz? Mən xoşum gəldi, müzakirədə iştirak ediniz zəka qrupuna. Bir də elm qrupunun cavabı mənim daha çox xoşuma gəldi. Bir də bilik qrupu. Təşəkkür edirəm və ağıl qrupu. Amma nəsə səvat qrupu biraz passiv oldu, eybi yoxdur. Hələ. Yaxşı uşaqlar. İndi sizə mən qruplarla iş təqdim edəcəm. Buyurun. Şimdi sabahın da olsun. Biriniz ne demişti? Şan sabahı. Hamı sizler birinci sabahı. Zəka qrupu. Verilmiş cümlələrin qarşısında atanın müvafiq məsləhətini yazın. Çox işləyib az qalar.
Elə edin ki, həmişə bal çörək yeyəsiniz. Tarlaya hamıdan əvvəl gəldilər. Elə edin ki, sizə salam, hamıdan əvvəl salam versinlər. Ata məsləhətinə uyğunlaşdın, düzdürmü? Bəli, bütün günü yoruldular. Elə edin ki, həmişə pərqul balışda yatasınız. Deməli, yorulanda həmişə adama... Pərqul balış. Yox, adi bir daş kimi yerdə olsa, yorulanda sənə şirin gəlir, düzdür? Çünki sən yorulmusan, əziyyət çəkmirsən. İkinci tapşırığımız, verilmiş cümlədəki bağlayıcıları tapın. Bizim isə heç quru çörəyimiz və köhnə keçəmiz də qalmayır. Burada bağlayıcılar isə və bir də dəl. Düzdür. Əlavəniz var mı tapşırığa? Buyur. Bu bağlayıcı Bu bağlayıcılar düzdür. Biz onların adlarını yuxarı sinirlərdə daha geniş şəkildə öyrənəcəyik. İnşallah, buyur, təşəkkür edirəm qruplarınızı. Buyur, Yaman, Kurtul, Səliyə. Savab qrupu. Yaxşı oğul neynər atam oğlu, yaman oğul neynər atam oğlu kəlamının düzgünlüyünü həyatda misal gətirməklə əsaslandırılır. Bizim bildiyimiz kimi, bizim yurdumuz bizi ulu babalarımızdan yadigardır. Valideynəyə sadiq olaraq ata-babalarımız da öz mal mülklərini oğullarına qoyub gedir. Lakin bu oğullardan kimisi varına var qatır, kimisi isə bu varı havaya savurur. Var mı əlavəniz? Var qrupdan? Bu qədər mi? Başqa var əlavə? Bildiyimiz kimi insanı başqa canlılardan fərqləndirən xüsusiyyətlərindən biri də onun əmək qabiliyyətlərinin olmasıdır. Ona görə də hər kəs öz əməyi ilə, zəhməti ilə çörək pulu qazanmalıdır. İnsan əgər alın təri ilə çörək pulu qazanarsa, onun qədrini daha yaxşı bilər. Görün, necə gözəl sözlər dedir. Var sizin başqa əlavəniz? Buyur, Rəvan. Atalar yaxşı deyirlər. Yaxşı oğul ata malını varına var qatar, pis oğul isə ata malını göyə soğurar. Göyə soğurar. Savab qrupuna bir söz deyəməm. Əlavələr, deməli, savab qrupuna başqa qruplar əlavələr eləmək istəyir. Bir çalışmaq insan üçün əsl sərvətdir. Buyur. Mən demək istəyirəm ki, yaxşı oğul həmişə ata malını işləyər, öz zəhməti ilə qazanar, ata malına heç bir ehtiyacı olmaz. Amma pis oğul ata malını lazımsız yerə xərcləyib qazanır. Bəsdir, buyur Sevda. Alqışlayaq da Ləman gibi. Bizim qrupumuzun adı ağıl qrupudur. Bizə bir mətn verilib, onun mövzusunu müəyyən etməliyik. Əvvəlcə mətni oxu bizə, biz tanış olaq görəsəm düzmü? Bəlkə uşaqlar razı olmayacaq, buyur. Qədim zamanlarda bir sihirbaz vardı. Sehirli sözlər deyib, əlini bir dəfə yerləməklə istədiyi hər şeyə nail ola bilirdi. Amma xoşbəxt deyildi. Bir dəfə o yolla gedərkən yaşlı kişiyə rast gəldi. Kişi hıqqana tağıl kisəsi daşıyırdı. Sihirbaz kişiyə dedi, İstəyirsən edəydim ki, həyatda heç bir çətinliyin olmasın, yeyib, içib, keyf edəsən, xoşbəxt olasan. Yox, belə xoşbəxtlik mənə lazım deyil. Kişi cavab verib yoluna davam etdi. Sihirbaz təəccübləndi. Düşündü ki, yəqin xoşbəxtlik elə kisə daşımaqdadır. O yekə bir kisəyə taxıl doldurub çiynini aldı və dəyirmana tərəf yola düşdü. Hava isti, kisə ağır idi. Sihirbaz yorulmuşdu. O sehir oxuyub bir andaca lazım olan yerə çata bilərdi. Ancaq bu işin axırına çıxmaq istəyirdi. Nəhayət sihirbaz gəlib dəyirmana çatdı. Kisəni çiynindən atıb yerə uzandı. Onun üzü xoşbəxt bir təbəssümlə işıqlandı. Sən demə, mənim indiyə qədər bilmədiyim sehir zəhmət imiş. Doğrudan da gərgin əmək sayəsində əldə edilən uğurlu nəticənin verdiyi mənəvi zövq elə xoşbəxtliyin özü imiş. Bu sizin verilən mətnindir. Buyurun, mətndə uyğun suallar hansılardır? Mətnin mövzusunu müəyyən edin. Bizim qrupumuzun fikrincə mətnin məzmun zəhmətkeşlikdir. Zəhmətkeşlikdir. Yaxşı. Buyur, ikinci tapşırıq var. Altından xətt çəkilmiş sözlü hansı sözləri çəkmək olar? Onun üzü xoşbəxt bir təbəssümlə işıqlandı. Burada altına xətt çəkilmiş söz işıqlandıdır. Biz onu nurlandı sözü ilə Bəli, deməli yaxın mənalı söz olduğu üçün nurlandı. Bəli, doğrudur, razıyam. Başqa var mı? Üçüncü sualımız. Hansı atılar sözü mətnin ideyasına uyğun deyil? A bəndi. Quş uçmaq üçün, insan isə əmək üçün yaranır. B. Əmək xoşbəxtliyin açarıdır. C. Bağa baxarsan bağ olar, baxmazsan da. Biz qrupça C bəndini götürdük. Bağa baxarsan bağ olar, baxmazsan da. Yəni bu ideya uyğun deyil. Alqışlayaq. Mən biliş qrupunun nümayəndəsiyəm. Birinci sualımız belədir. Tarlaya gedən adamlar qardaşlara hansı nitq etkisilərinə ilə müraciət etdilər?
Birinci dedilər ki, işiniz avand olsun, işinizi yorulmayasınız və əlinizə qüvvət gəlsin. Qolunuza qüvvət gəlsin. Aha. İkinci sualımız da belədir ki, onların dediklərini hansı nitq etiketlərinə əlavə etmək olar? Aha, o qardaşlar deməli deyilən əlavə hansı nitqinə əlavə etmiyorlar? Həmişə ayaq üstə. Bu ayaq deyil, niyə? Kimə deyirlər həmişə ayaq üstə? Həmişə ayaq üstə kimə deyirlər? Həmişə ayaq üstə Məhəmməd deyirlər ki, öz qrupunu dinləyə sonra. Aha. Deyirlər ki, həmişə ayaq üstə durasın da, həmişə... Yaxşı, bu həmən qrup, Rafiqin qrupuna kim cavablandırır sualına? Buyur Ayxan. Hər hansı bir xəstə olur, yerindən dura bilmir də, sonra sağalır, yerindən durur. Onda da bu ifadə işlədir. Həmişə ayaq üstə. Yəni həmişə sağlam olasan, həmişə ayaq üstə. Buyur ikinci. Bəhrəsini görəsən. Bəli, bu aiddir. Çünki iş görürsən, bəhrəsini də görürsən, o da zəhmətkeşliyə aiddir, əməyə aiddir. Razıyam, təşəkkür ederim. İşıqlığa çıxartırız. Ev işıqlanmır. Kimsə gəlib işığı yandıranda ona bu ifadəni verirlər ki, işıqlığa çıxasınız. Yəni ki, sağ olun. Təşəkkür. Buyur, əlavə var. Fidan buyur. Sən dedin, Fidan desin. İşıqlanan çıxasın, həm də onda deyirlər ki, məsəl üçün, bir adam pis günə düşüb, onda sevinir, eləyir, onda da deyirlər ki, işıqlığa çıxasan. Yəni ki, xoş gün görürsən, düzdürmü? Buyur Ayxan, sən də Allah var. Məsəl üçün, müəllimə, işıqlığa çıxasan, yəni müəllimə, bir adam pis oxuyur, ona deyirlər ki, işıqlığa çıxasan, yəni yaxşı oxuyasan. Elə deyirlər, yəni işıqlığa, yəni zirvəyə. Gözə çal, işıqlığa çıxasan bir neçə mənaların asılanda. İşıqlığa çıxasan, yəni oxuyub zirvələrə çıxıb, ad qazanasan. Sən necə vurğuladın? Fidan dedi ki, bir xəstə olur, bir adam pis günə düşür, onda ayağa qalxanda deyirlər ki, işıqlar çıxasan. Yox, mənə görə gəlkənmə, Rafiq elə özü bu sualın daha uyğun dedi. Yəni kimsə qaranlıq otaqda işığı yandıranda ona deyirlər ki, işıqlığa çıxasan. Yaxşı uşaqlar, alqışlayaq Rafiq kimin Tapşırıqları oldu. Qoza kəndinin oğullarına verdikləri məsləhətlər bir seçin və arzuluğu qurun. Elə edin ki, heç kim sizinlə sözünüzdən çıxmasın, bu uyğun deyil. Elə edin ki, həmişə bal yiyin, bəli. Elə edin ki, qonşular həmişə sizinlə paxıllıq etsinlər, xeyr. Elə edin ki, başqaları sizə birinci salam versin, bəli. Elə edin ki, fərqi bağışlayasın, bəli. Bunun ardıcılığı da ki, elə edin başqaları sizə birinci salam versin, elə edin ki, həmişə bal yeyin, elə edin ki, fərqi bağışlayasın. İkinci sualımız da belə idi ki, verilmiş cümlələrdə homonim olan sözləri tapın, müxtəlif mənalarda işləyin. Qardaşlar bütün günü bellərini düzəltməkdən işləyirlər. Axşam evə gələndə, qaydanda bir parça yuxa və ilə çay onlara baldan şirin görünür. Bir də bellərini parça, çay, bal. Homonim sözlərdir. Biz torpağı bellə belərik. Yəni, torpağı belləmək üçündür. Sonra burada parça, onun paltarı parçadan edir. Sonra bal, biz bal rəqsinə getdik. Rəqs mənasındadır. Sonra çay isə biz çayın yanında edik. Biz çayın yanında edirdik. Aysa, axan çay, düzdür? Deməli, bu sizin mətninizdə verilir. Səhər-səhər, yəni hər zaman içdiyimiz çay, ləzzətlə, sən isə onu işlətdin, axar çay. Razısın uşaqlar? Alqışlayaq. Dediniz ki, ata oğlanlarını neyinirdi? Hansı məsləhət verirdi? Verirdi ki, həmişə sizə birinci salam versinlər. Sonra həmişə bal yersiniz. İndi bunları deyirdi ki, onları nəyə alışdırsın? Axırda bütün bu amillər gəldi, nədən toplaşdı sonunda? Zəhmətlə bağlandı. Uşaqlar, kim bu zəhmət aid? Qəşəng şeirmi, atalar sözümü? Bəlkə çalan bilən var. Görək hansı qrup? Buyur Firuzə, nə verəmişsiniz? Bağa bağa
deməklər, bax deyirlər. Bağa bağ deməklər, bağ deyirlər. Buyur Elvin. Mən 2 dənə atağa bildirdim. Buyur. Zəhməti bülbül çəkər, gülü qucaqlar. Zəhməti sevən işdən doymaz. Sevdan var mı nəsə fikrin? Həlliyəman buyur. Axtardığınız zəhmət qapısında taparsan, zəhmət batmaz, zəhmət qoysan daş üstə gül bitər. Afərin, afərin buyur. Rafael. Baba deyir, öldür məni, dirildim səni. Dirildim sən. Görün zəhmət hədinə görə gözəlsən var. Hava deməkdən ağız şirin olmaz. Afərin buyur. Baxsın bağlar, baxmasın bağlar. Baxmazsan da olar. De görüm Lətifə. Həyatın mənası çalışmaqdadır, əməksiz bir həyat xüsusatıdır. Mən bir atılırsın. Səndən hərəkət, məndən bərəkət. Səndən hərəkət, məndən bərəkət. Buyur Amir. Zəhmət ən böyük xoşbəxtlikdir. Ən böyük xoşbəxtlikdir. İş insan cövhəridir. Görün nə gözəl atalar sözləri. Heç bir şey deyərdim, zəhmət. Çox insan zəhməti heç xoşlamır. Ancaq zəhmətsiz həyat puç olmaqdır. Bax sən indidən çəkməsən cəfa, bir də görmərsən heç vaxt səfa. Əməksiz yemək olmaz. Əməksiz yemək olmaz. Zəhmət olmayan yerdə həyat yoxdur. Buyur Rudiyə. Hər kəsin öz yeri olur. Heç kim kiminsə yerini tutmur. Tutmur. Buyur. Əfəs. Əmək xoşbəxtliyin atıdır. Əmək xoşbəxtliyin atıdır. Bizim tədqiqat sahamızda çox Əşdiyimizi bitiririk. Əşdiyimizi bitiririk. Əgər biz istədiyimizə nail olmaq istəyiriksə, birinci tərbiyəli olmaq, ikinci yüksək biliklərə nail olmaq, üçüncüdə vaxtımızı əməyə sərf etməliyik. Afərin. Gəl Lətifəmi xahiş edirəm. Buyur, buyur. Abdullah buyur mənim. Zəhmətlə qazanılan pul halaldır, zəhmət insanı uzaldır. Buyur Rauf. İstərsən bal çörək, əylərinə bel çörək. Buyur Emin. Bax bağı ilə, qarpız sağı ilə. Elmə buyur. Zəhmət çəkməyə rahatlığın qədrini bilməz. Tamam bir şey demək istəyirəm. Şey deməksin ki, ben görək nə şey biləm. Zami Gəncəvi kəfiz kəsən kişinin dastanı. Cavansa, belə cahillik etmə, əl çişadı sözlərdən. Mənə ağıl öyrətmə, mən bir kəsə deyiləm, xəzinədən döndürü möhtac. Əlimin zəhməti ilə toxdur gözüm, deyil ac. Onun üçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açıb düşməyim xəcalətə. Məni bu ruzu üçün günahkar sayma bəsdir, düşünsən bilərsən ki, dediklərin əbəsdir. Mən deyim demək istəyirəm. Mən Heydərəlik belə demişdir. Mən həyatda yalnız üç şeyə arxalanmışam. Bunlar yaradana, zəhmətə,